mən buna susqunluq deməzdim. Adnan Əhmədzadənin barəsində kifayət qədər Azərbaycan mətbuatında o qədər yazılıb ki, eyni zamanda xarici mətbuatda da belə yazılar çıxır. Təbii ki, əgər mətbuatda yazılanlara fikir versək, heç də xoşa gələn hal deyil. Ələlxüsus başqa dövlətlərin təsir altına düşməsi, onların maraqlarına xidmət etməsi ümumiyyətlə vətənə xəyanət kimi tövsif olunur. Ancaq mən hüquqşünasam, məhkəmə prezumpsiyası, cəzasızlıq prezumpsiyası adında belə bir termin var hüquqda və buna görə hüquqi qiymət vermək istintaqçıların işidir. İstintaq gedir və cənab baş prokuror da dünən çox dəqiq ifadə elədi ki, istintaq konkret müvafiq icra orqanı tərəfindən aparılır, yəni indiki halda Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılır və prokurorluq nəzarət edir. İndiki halda hər hansı bir belə bir ictimai rezonans doğurmuş hadisəyə ictimaiyyət tərəfindən hansısa bir qiymət verilməsi, ittihamlar səsləndirilməsi hesab edirəm ki, hüquqi baxımdan doğru deyil. Ancaq bütövlükdə Adnan Əhmədzadənin şəxsiyyətinə baxdıqda, onun əvvəlki ictimai fəaliyyətinə baxanda sosial şəbəkələr vasitəsilə və yaxud da ki, hansısa bir tanınmış futbolçulardan Azərbaycana belə külli miqdarda vəsait verərək əsassız şəkildə Azərbaycana gətirilməsi söhbət bir neçə milyonlarla vəsaitdən gedir. Mən onu həmişə doğru hesab eləməmişəm. O doğru məsələ deyil və əsas məqsədə xidmət eləmir. Yəni Azərbaycanda futbolun inkişafına xidmət eləmir. Əgər elə olsaydı ki, demisizmi o tənqidlərinizi, yoxsa ehtiyac olmuyor? Yox, bilirsiniz, mən elə bir xasiyyətim yoxdur ki, mən istənilən halda jurnalistlərə götürüm, öz təşəbbüsümü müsahibə verim. Jurnalistlər məndən nə sual veriblərsə, mən cavablandırmışam. Amma bu mövzularla bağlı demişəm ki, doğru məsələ deyil. Yəni, çünki əksinə həmin o milyonlarla vəsait Azərbaycanda uşaq futboluna sərf eləmək olardı. Respublikanın bütün bölgələrində akademiyaların yaradılması, futbol məktəblərinin yaradılması, onların təchizatı ilə bağlı infrastruktur yaradılması da kifayət qədər vəsaitdir ki, kömək elə bilərdi. Ancaq indi hansısa bir nə vaxtsa oynamış futbolçuları, pensiyada olan futbolçuları, veteran futbolçuları və yaxud da ki, fəaliyyətdə olanları gətirib cəmiyyətdə biraz qıcıq yaratmaq hesab edirəm ki, o qədər də ağıllı təşəbbüs deyil. Məni məsələnin digər bir aspekti düşündürür. O barədə nə mətbuatda deyilmir, nə də ki, başqa. ASTV birinci Azərbaycan Demokratik Cəmiyyətdir və fikir pluralizm hər yerdə var. İstər ASTV olsun, istər digər kanallar öz fikirlərini, öz jurnalist araşdırmalarını çatdırmaqla haqlıdırlar, çatdıra bilərlər. Yəni burada məsələ kifayət qədər ciddidir və dövlət təhlükəsizliyindən gedir. İstər Adnan Əhmədzadə, istər istənilən məmur, yəni elə olub ki, mən müəyyən xarici ezamiyyətlərdə də görmüşəm ki, bizim bəzi məmurlarımız özlərini kifayət qədər adekvat aparmırlar. Düşünmürlər ki, Azərbaycanı təmsil edirlər. Necə aparmırlar? Adekvat, yəni qeyri-adekvat aparırlar. Yəni əxlaqa uyğun aparılmırlar. Öz davranışlarına kifayət qədər diqqət yetirmirlər. Mən bunların əvvəlki illərdə şahid olmuşam. Və düşünmürlər ki, istənilən məmur, istənilən ola bilsin deputat, ola bilsin iri biznes nümayəndəsi, biznes adamı ölkə xaricinə çıxanda hesab edirəm ki, özlərini düzgün aparmalıdırlar. Qanunvericiliyə uyğun şəkildə aparmalıdırlar və ələlxüsus belə iri biznes nümayəndələri bilməlidirlər ki, eyni zamanda məmurlar, bu tipli insanlar istənilən xarici xüsusi xidmət orqanlarının bir növ cəlbedici fiquradılar. Yəni, bir növ onların diqqət mərkəzinə düşürlər. Yəni, istənilən halda belə insanlardan öz ölkəsi əleyhinə istifadə edirlər. Nəzərə alsaq ki, neft bizdə strateji məhsuldur, Azərbaycan iqtisadiyyatının flaqmanıdır, Azərbaycan iqtisadiyyatında çox əhəmiyyətli bir yer tutan bir amildir və neft bazarında da çox ciddi rəqabət var. Və burada da böyük qüvvələr, söhbət milyardlarla dollar vəsaitdən gedir. Yəni, burada təbiidir ki, bir çox xüsusi xidmət orqanları ələlxüsus
geosiyasi maraqları olan, iqtisadi maraqları olan qüvvələr belə insanları cəlb edə bilərlər, belə insanları ələ ala bilərlər. Və mətbuatdan yenə də deyirəm ki, mən onun istintaq materiallarından tanış deyiləm, heç kim də tanış deyil. İlkin belə versiyalara görə Azərbaycan neftinin xlorid kimyəvi maddəsi ilə qarışdırılması, yəni əgər bu baş veribsə, bu dövlətə xəyanətdir.